Hamınıza salamlar dostlar. Bugün sizlerle bir yerde Minecraft'ta hal-hazırda olduğum evi düzeltmeye çalışacağım. Ümid edirəm bu videonu çok beğenirsiniz. Uzun müddət Minecraft'la əlaqədar, ümumiyyətlə heç bir oyunla əlaqədar video atmırdım. Eğer videonu beğenseniz abone olup like atmağı unutmayın. Gəlin sözü uzatmadan keçək videomuza. Bəli dostlar, başladıq. Əslində mən qabaqcadan bu evin çöl görünüşünü hazırlamışdım, pəncərələr zad. Biz əsas burada içərisini düzəldəcəyik indi. Çöldə əslində bir dənə stol var. Qoyunmu bilmirəm. Saranşil. Belə. İlk öncə bizi belə bir yer qarşılayır. Burada kondisioner nə deyirlər bizdə? Soyuducu. Yəni insana soyuq verən. Necə düzəldə bilərik biz kondisioneri? Bunu qoyacağam. Güya kondisioner kimi düşünək. Biraz yuxarı yapıştırsaq yaxşıdır. Aha. İndi bura keçirik. Aha. İndi bura xaladelnik əlavə edirik. Bura qoysam görəsən işləyər. Olur. Belə yoxlayacağam. Məsələn bu düyməni bunun içinə qoydum. Bu olurmuş. Yəni bu xaladelnikimiz dostlar. Ondan sonra pec olmalıdır şimdi burada. Bir tane pecimiz var. Silizin. Görürsən altına blok koymaq olar. Bir blokluklar anı. Beynim yandı bir dəqiqə. Bir dəqiqə. Məncə yaxşıdır, pis deyil belə. Neyse siz onsuz da başa düşməsiniz bu nədir. Mən də heç başa salmağı bilmirəm. Ondan sonra bu girişdə əslində bizi belə bir yer qarşılamalıydı. Altar yönde buna yakın. Burada. Böyle. Burada stone olmalı indi. Onu düzəlim. Biri burada, biri burada. Bir de burada da masalardan. Burada da televizorum var. Bak onun için götürmüştüm, tuval yoxa çıxdı. Belə. Burada beləsi var. Başqa. Mətbəx deyəsəm beləliylə bitdi. Başqa heç nə olmamalıdır mən biləm. Keçək indi bura. Burada da həmçinin paltar dəyişmək üçün otaq olmalıydı. Belə şkaf. Buradan böyle koy. Onun üstüne koymak için.
Belə. Burada da eyni şey. Ama burada daha çok hamısı belə şkafdır. Burada normalda tunik var. Onu necə əlavə edəcəm bilmirəm. Olmalıdır burada bir şeyler. Ona uygun. Hə. Burada tunikim var. Özünüz bilirsiniz bəzi videolarından. No. Aha bu. Da. Şey zarfat. Burada indi ayak yoluna keçdik. Kuvars merdivenlerden. Bunu biraz yukarıdan koysam. Heh, şimdi duş oldu. Neyse bunu sökeceğiz. Lazım değil ya bize. Yani oldu olmadığında fark var. Kazanı koyuyorum buraya. Bu da cüzcü sayarıq. Burada da dəmirlər var aslında ama onu əlavə eləyim için onu bilmirəm. Dəmir qoyum da hər ehtimala var. Yani realistik eləməyə çalışırıq nəticədə. Belə. Başqa heç nə qalmadı. İçərisi belədir buranın. Çox sadə yoxşun. Burada görünmez sizə. Girdik içəri. Aha, bura salondur artıq dostlar. Salonun ilk bu hissəsində bir dənə sandıq lazımdır bizə. Sandıq ikilidir. Bir dənə də ondan götürək elə. Tam doğru eləyə çünki. Bunu belə, hə. Tam oldu. Burada tuval lazım olacaq yenə. Bu dəfə nə qədər istəyirəm yekə eləyə bilərəm, çünki zaldakı çox yekədir. Belə çox yekə elədim. Bu. Burada da qonaq otağı olduğu üçün stol olmalıdır yenə. Burada belədir. Burada da çox bir şey yoxdur. Fıçı və 3 dənə sandıq. Ya da üçüncüsünü silək. Belə. Belə. İçeride böyle bir şey var. Zalın ortasında balaca bir stol var da onda ne dedilerdi? Aslında burada nəsə bir dəyişiklik oldu.
Bunu səhv qoymuşam deyəsən. Belə. Böyle bir şey görüyoruz burada. Kalsayı biraz da uzadak. Otağımdaki de tahminen bu renkdedir. Onun için otağıma da bunu koyacağım. İndi bize doğrudan da taxta lazımdır bunun. Çünkü bunu düzəldəcəm hal-hazırda durduğum yeri. Bunlar ne gəzir burada? Ben burada ölçüləri səhv eləmişəm. Baxın. Təxminən yan-yana olmalılar. Mən çox böyük eləmişim otağı. Belə. Bunun burasından taxta. Uzun tahtalardan lazım olacaq. Değiştirip fıçıyla koysam. Çünkü balaca bir yer var burada. Belki bazılarınız görmüş olar. Böyle. Ondan sonra burada yekə bir şkaf var. Yekə dediğim 1, 2, 3 yeriydi ama 4 eləyəcəm ben bu Minecraft dünyasının boyuna göre. Belə. Yox, lazım olmadı o kadar böyük yer. Belə. Burada da televizor var. Onu da düzeldim. Böyle. Bu da televizor olsun. Bura normalde doldu ama bir şey düzeltmek istemiyorum. Yalandan güldandan bir şeyler koyayım. Böyle. Yan tarafta başka bir fıçı var. Böyle. Başka nəsə qaldı? Bu yeri düzeldim. Bu kadar. Buraya stol koymak yaddan çıxıb. Bu da böyle. Bitti. Bundan birini bura düzeltmeliydim aslında ama olsun. Esas biri var. Başka ev dizaynımız bitti deyəsən. Baxaq dostlar, indi hazırladığımız evə. Bura zaldır, gördük. Hara getdi bu? Belə. Bu bizim televizorumuz zaldakı. Bura qonaq otağıdır. Normalde burada valideynlərin otağıdır. Baxın, bura qıraq, amma onu açmayacağım. Olmaz. Belə. Mətbəx. Ayaq yolu. Bu da çöl ve balkon. Balkonda normalde stollar var demiştim. Yani belə dostlar evimiz. Ümidvaram ki beğendiniz.
Və beləliklə videonun sonuna gəldik əziz dostlar. Ümidvaram videonu bəyəndiniz. Belə videoların davamı üçün abunə olub like atmağı unutmayın. Sizi çox istəyirəm. Sağ olun.